Vaşinqton sammitindən bir il ötür. Əldə olunan nəticələr və əməkdaşlığın yeni mərhələsi. 8 avqust təqvimdə sadəcə bir gün deyil. Bu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan əlamətdar gündür. Çünki məhz avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ya rəsmi səfəri çərçivəsində keçirilən tarixi Vaşinqton sammitinin bir ili tamam olur. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat kommunikasiya, rəqəmsal inkişaf və Cənubi Qafqazda sülh gündəliyi üzrə geniş müzakirələr aparılıb. Bir sıra istiqamətlərdə razılaşmalar əldə olunub. Son bir il ərzində həyata keçirilən tədbirlər həmin razılaşmaların icrası istiqamətində ardıcıl addımların atıldığını göstərir. Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasətində yeni yanaşma. Vaşinqton sammitindən sonra ABŞ administrasiyasının Cənubi Qafqaza yanaşmasında yeni prioritetlərin formalaşdığı müşahidə olunur. Rəsmi Vaşinqton regionla bağlı siyasətində qarşılıqlı maraqlara, iqtisadi əməkdaşlığa və təhlükəsizlik məsələlərinə daha çox önəm verməyə başlayıb. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşlardan biri, Orta Dəhlizin mərkəzi ölkəsi, regional sabitliyin təminində etibarlı tərəfdaş və qlobal nəqliyyat layihələrinin mühüm iştirakçısı kimi qiymətləndirilir. ABŞ administrasiyası Azərbaycanla əməkdaşlığı yalnız iki tərəfli münasibətlər çərçivəsində deyil, həm də Avrasiya məkanında iqtisadi inteqrasiya və sabitliyin tərkib hissəsi kimi nəzərdən keçirir. Liderlər arasında siyasi etimad. Vaşinqton sammiti dövlət başçıları arasında siyasi dialoqun intensivləşməsinə də təkan verib. Ötən bir il ərzində prezidentlər arasında müxtəlif formatlarda təmaslar davam etdirilib. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Sammitin əsas nəticələrindən biri Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması barədə razılığın əldə olunması olub. Bu razılaşma iki tərəfli münasibətlərin institusional əsaslarının formalaşdırılması və əməkdaşlığın uzunmüddətli çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində atılan mühüm addım hesab olunur. Bununla yanaşı, ABŞ administrasiyasının azadlığa dəstək aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı münasibətlərdə uzun illər mövcud olan əsas siyasi maneələrdən birinin aradan qaldırılması kimi qiymətləndirilir. Qərarın təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaratdığı qeyd olunur. Trip təşəbbüsü və Zəngəzur dəhlizi. Vaşinqton sammiti çərçivəsində həmçinin beynəlxalq sülh və rifah naminə Tramp marşrutu təşəbbüsü təqdim olunub. Layihə regionda davamlı sülhün iqtisadi əsaslarının möhkəmləndirilməsi, şərq-qərb nəqliyyat əlaqələrinin inkişafı, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması, investisiyaların təşviqi və regional ticarətin genişləndirilməsini hədəfləyir. Təşəbbüs çərçivəsində Zəngəzur dəhlizinin perspektivləri də regional nəqliyyat kommunikasiya layihələrinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Bir il ərzində görülən işlər. Amerika Birləşmiş Ştatlar vitse-prezidentinin Azərbaycana səfəri. Vaşinqton sammitindən sonra əldə edilən razılaşmaların həyata keçirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bu müddətdə dövlət başçıları arasında siyasi dialoq davam etdirilib. Yüksək səviyyəli qarşılıqlı səfərlər reallaşdırılıb. Enerji və nəqliyyat layihələri üzrə əməkdaşlıq genişləndirilib. Biznes forumları təşkil olunub. Təhlükəsizlik sahəsində əməkdaşlıq dərinləşdirilib və regional məsələlər üzrə məsləhətləşmələr intensivləşdirilib. Bu proses ABŞ-nın vitse-prezidenti J.D. Vance'ın Azərbaycana səfəri ilə yeni mərhələyə daxil olub. Səfər çərçivəsində strateji tərəfdaşlıq xartiyasının imzalanması, siyasi dialoq, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin hüquqi əsaslarını daha da möhkəmləndirir. Regional sülh gündəliyinə töhfə. Prezident İlham Əliyevin ABŞ-ya səfəri zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə üç tərəfli sammitdə keçirilib. Görüşün yekununda ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə bəyannamə imzalanıb. Eyni zamanda iki ölkənin xarici işlər nazirləri Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsini paraflayıblar. Həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk prosesi və əlaqəli strukturların fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət ünvanlanıb. Bu addımlar Cənubi Qafqazda sülh prosesinin irəliləməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm tədbirlər kimi qiymətləndirilir. Artıq əminliklə demək olar ki, Vaşinqton sammiti Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələrin əsasını qoymaqla yanaşı, Cənubi Qafqazda sabitlik, rifah və əməkdaşlığın təşviqi baxımından da strateji əhəmiyyət kəsb edən tarixi hadisədir. Bu yanaşma Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsi kontekstində mühüm əhəmiyyət daşıyır.